Salam hər kəsə, mən Fərid. Bugün sizlərə müasir dövrdə istifadə olunan switch və routerlərin böyük şirkətlərdə şəbəkə qurulmasına necə istifadə olunduğunu göstərəcəm. Bu switchlərin bizim istifadə etdiyimiz kimi yox, daha çox müasir üsulların necə istifadə olunduğunu indi sizə başa salacağam. İndi göstərək burada, deyək məsələn bizim 3 ədəd switchimiz olsun. 1, 2 və 3. Və bu switchlərə də normalda bir neçə cihaz qoşulur. Biz nümunə üçün bir kompüter göstərək hər birində. Və bu bizim deməli sadə bir şəbəkəmizdir. Bunu əlaqələndirək kabellər vasitəsilə switchləri kompüterlərlə. Bu əlaqələndirmə tamamlandı. Bu bizim deməli normal Tier 3 network şəbəkəsində əlaqələndirilməsində access layer olaraq adlandırılır. Bu təbəqədə bizim switchimiz cihazlara qoşulur, cihazlar əlaqəni yaradır. İndi keçək bu switchlər arasında əlaqə necə təmin olunur. Bu switchlər arasında əlaqəni təmin etmək üçün yenə başqa bir switchlərdən istifadə olunur. Məsələn, burada yenə belə bir switchdən istifadə edək. 2 ədəd olsun. 1 və 2. Gəlin əvvəlcə biz necə qurmamalıyıq onu göstərim. Məsələn, bu switch qalsın kənarda. Deyək ki, biz ardıcıl olaraq qurmaq istəyirik xətti. Belə bir şey deyəcəyik. Bu switchi buna bağlayacaq, bu switchi buna bağlayacaq. Və burada deyək ki, bizim nəyimiz olsun? Bizim internetimiz olsun. İndi belə bir şey qoşdum. Multi-user istifadə edim burada. Bunu qoşdum. Olmayacaq bir dəqiqə. Nə istifadə edək burada? Deyək ki, məsələn, serverlə əlaqə yaratmağa çalışır. Bu bizim hər hansı bir şirkətin serveri olsun. O serverlə əlaqə saxlamağa çalışır. Bizim məsələn indi bu xəttimiz buradan qırılsa əgər, məsələn, qıraq buradakı xətti, həm bu switchin, həm də ki bu switchin internet əlaqəsi kəsilmiş olacaq. Yalnızca buradakı qalacaq. Və yaxud belə bir şey göstərək. Buradakı xətt qırılsa, bu ikisi davamlı olaraq qoşulmağa çalışacaq. Bu xətt isə, bu topologiya isə internetdən kəsilmiş olacaq. Və bunu da biz harada keçmişdik? Topologiyada şin topologiyası olaraq keçmişdik. Bir düz xətt üzərində access nöqtələr olur və cihazlar bura qoşulur. Əgər bir yerdən sınarsa, xətt qırılarsa, o zaman digər hissədə olan cihazlar xəttdən deyək ki, qopur. Biz bunu belə əlaqələndirmişik və bu ən mühafizəsiz şəkildə əlaqələndirmədə, ən mühafizəsiz şəkildə olan topologiya növüdür. İndi biz nə edək? Biz belə bir şey edək. Bu switchi qoyaq ortaya və hər bir cihazı əlaqələndirək bu switchlə. Hər bir switchi doğrusu. Burada olan switchləri tək bir switch əlaqələndirək. Əlaqələndirəndən sonra necə olacaq? Yenə bir server qoyaq. Məsələn, bu serverlə əlaqə yaradırıq. Aha. Bu serverlə əlaqə yaratdıq. Necə olacaq bizdə? Normal qaydada buradan əlaqə kəsilsə, yenə digərləri aktiv olaraq internetə qoşulmağı təmin olunacaq. Və yaxud deyək ki, bu kəsilsə, yenə bu aktiv olaraq qoşulmağa davam edəcək. Amma əgər bizim şəbəkəmizi geri bərpa edək, əgər burada şu xətt qopsa, bu switchimiz bu serverə yalnızca bir kabel vasitəsilə bağlı idi. Ona görə burada olan bütün cihazlar əlaqədən kəsilmiş olacaq. İnternet əlaqəsi kəsilmiş olacaq. Əsas hissəyə keçək, necə qurulmalıdır? Necə qurulur və onu indi göstərək. Daha çox 2 ədəd bu hissəyə deyirlər, deməli, access layer deyirlər. Bu hissəyə deyəcəklər, gəlin yazaq bura. Layer. Bura isə distribution layer deyirlər, yəni distributor layer. Layer. Dəqiqə. Aha. Demək, bu layerdə nə olur? Bizim access layerdə olan, burada olan cihazlarla əlaqələndirilmiş switchlərimiz digər switchlərlə əlaqələndirilir. Biz
Əvvəlki mövzuda nə keçmişdik? Hublarımız OSI modelində birinci təbəqəyə aiddir. Daha sonra burada göstərək istəyirsiniz. Bir dəqiqə, haradaydı? Deməli, bizim bu OSI modelində hublarımız fiziki təbəqəyə aid deyil. Switchlərimiz data link və routerlərimiz network təbəqəyə aid idi. Niyə belə idi? Hublarımız MAC adresindən işləmirdi. MAC yaddaşı yox idi. Ona görə fiziki təbəqəyə aid idi. Data link mərhələsində switchlərimiz var idi. Switchlərimiz niyə bu mərhələdə idi? Çünki MAC adresindən işləyə bilirdi. Cihazların MAC adresinə baxırdı və onları uyğun olan hissələrə yönləndirdi. Networkdə niyə routerlərimiz var idi? Routerlərimiz artıq IP adreslərlə işləyirdi. MAC adreslərə o qədər önəm vermirdi. Birbaşa IP adreslərlə işləyirdi. Deməli, bizdə nə olacaq? Bura baxaq, indi qayıdaq geri. Burada bizim switchlərimiz, buradaşlar normal qaydada MAC adresindən işləyəcək. Paket bura gələndə baxacaq, MAC adresi buradadırsa, uyğun olan cihaza göndərəcək. Normal qaydada bunlar Layer 2, OSI modelindəki Layer 2 switchlərimizdir. Ancaq buradaşlar artıq Layer 3 switchlər olur. Bəli, switchlərin də Layer 3 təbəqəsində öz rolu var. Necə olur? Burada göstərdiyim kimi switchlər digər switchlərə qoşulursa, bunlar artıq Layer 3 adlanır. Routerlə demək olar ki, eyni vəzifəni yerinə yetirir, amma tam olaraq yox. Nə edir burada? Eyni qaydada switchlər IP adresinə baxaraq uyğun yerlərə göndərir məlumatı. Yalnız bu iki switch bizdə Layer 2 switch adlanılacaq. İndi isə davam edək. Daha mühafizəli bir şəkildə olan şəbəkə necə qurulur? Bizdə belə olacaq. Bu aşağıda olan Layer 2 switchlərimiz başqa yedək olaraq, ehtiyat olaraq bu switchə qoşulacaq. Göstərək. Bu 1, bu 2 və bu da 3. Bu niyə belə qoşuldu indi? Birinci dediyim kimi, həm bizim topologiyanın ayaqda qalmağını, məsələn, bir xətt qırılıqda digərinin aktiv olaraq işləməsi üçündür. Həm də ki, trafikin azaldılması üçün bu ehtiyat switchlərdən istifadə olunur. Bu switchləri indi məsələn qoşaq serverimizə. Bu 1, bu da 2. Serverin portu yoxdur, onu əlavə eləmək lazımdır. Dəqiqə, nə qoşaq? Kabdesenet. Bəli. İndi bizim bayaqki kimi. Burada xəttlərimizdən hansısa kəsilsə, digərlə əlaqə yaradılacaq. Bayaq nə etmişdik? Bunu kəsmişdik və bütün şəbəkə etmişdi. Amma elə olmayacaq. Buradan şəbəkə etdiyi halda ehtiyat olaraq bu switchlə əlaqə yaradılacaq bizim serverimizə. Və bu da normal olaraq data centerlərdə göstərilir. Məsələn, bir xətt qırıldıqda tezcə lazımlı şəxslərə məlumat verir ki, bu xəttdə problem var. Yəni ehtiyat switchdən istifadə olunur. Həmçinin ehtiyat switchdən normalda da trafik azaltmaq üçün istifadə olunur. Amma məsələn, deyirlər ki, yalnızca bir switch internetə çıxış üçün aktivdir. Belə bir şey. Bu bizim nəyimiz oldu? Access layer və distribution layer'dən ibarət olan bir şəbəkəmiz oldu. Və bundan sonra core layer də var. Onu necə göstərim indi? Bu isə bizim üçüncü təbəqəmiz olacaq. Core, ya bunu switchlə əlaqələndirməliyik. Bir dəqiqə. Switch yerləşdirək bura. Və bu da bizim, bir qabaq çəkək. Normal xəttlər aktivləşdi. Bu da bizim core layer'imiz olacaq. Əsas özək, deyək ki, switchimiz. Core layer. Və bu hissədə də bizim distribution layer'də olan switchlərimiz əlaqələndirilir. Burada core layer'də olan switchlər vasitəsilə. Məsələn, bu xətti daha da güvənli deyək, hala gətirmək üçün bunları ikili xəttlər vasitəsilə birləşdirirlər. Belə bir şey. Məsələn, bir xətt qırıldıqda digər xətt vasitəsilə gördüyünüz kimi sarıdadır, ehtiyatdadır.
onun vasitəsilə xətt məlumat ötürülməsi davam edir. Bunu daha böyük bir hala gətirək. İndi videonu dayandırım və bundan 3-4 dənəsini yaradım. Deməli, bu qaydada bizim eyni topologiyadan 4 ədəd yaratdım. Bunlar da necə olacaq? Ortaya bir ədəd router qoyaq və bu router vasitəsilə bizim cihazlarımız əlaqələndiriləcək. Məsələn, belə yaradaq, belə. 2 port var deyə normal şəkildə işləmədi. Öncə başqa bir routerdən istifadə edək. Bir dəqiq göstərim indi. Peter router. Buna modullar əlavə edək. 1, 2, 3, 4. İndi bu şəbəkənin mən heç bir konfigurasiyasını eləməmişəm, heç bir IP adresi verməmişəm. Əslində eləmək asandır, amma ki, indi bizdə əsas mövzu o deyil. Necə olacaq indi? Bizim şəbəkəmiz ehtiyatlı bir şəkil olacaq. Məsələn, buraları göstərək indi. Buradan qırılsa şəbəkəmiz deaktiv olacaq. Ona görə nə edək? Məsələn, portumuz çatmayacaq. Port əlavə edək bir əvvəlcə. 1, 2, 3, 4. Əlavə elədik. Hər birini ikili şəkildə eləyək. Və yaxud bura bir ədəd router daha qoya bilərdik. Amma ki, o göstərim niyə qoymurlar? Routerin qiymətinə baxaq. Birinin qiyməti 550-dir. Əlavə modul almaq yerinə əlavə bir router almaq daha çox maliyyəyə baş gəlir. Ya bu səbəblə də istifadə eləmirlər ikinci bir router. Moduldan istifadə etmək daha çox məntiqlidir. Bu modullardan məsələn biz 4 dənə əlavə elədik. Və bu şəbəkədə daha, necə deyək, daha güvənli bir hala gəldi. Bunu da normal həyatda demək olar ki, bu qaydada istifadə edirlər. Həm şəhər topologiyaların yaradılmasında, mallarda, həmçinin databazalarda necə serverlər belə qaydada necə quraşdırılır, onu növbəti videoda göstərəcəm. Bugünlük sadə bir ideal şəkildə qurulmuş topologiyanı göstərdim. Layer 1, Layer 2 və Layer 3 təbəqələrini göstərdim. Hansılar oldu bunlar? Access Layer, yaxınlaşdırım göstərim. Access Layer, nə oldu Access Layer? Hansısa switchlərimiz bu cihazlarımıza qoşulubdur. O hissədə olan switchlərimiz bizim Access Layer switchlərimiz adlandırıldı. Burada Access Layer'də olan switchlərimizin birləşdirildiyi switchlər Distribution Layer adlandı. Distribution Layer'də olan switchlərimiz birləşdirilir Core Layer'də olan switchimizə və bu da artıq routerimizə birləşdirilir. Burada olan switchlərimiz Layer 2, burada olan və burada olan switchlərimiz isə Layer 3 switchlərimiz, OSI modelində olan Layer 3, 3-cü təbəqəyə switchlərimiz oldular. Bugünlük bu videodan bu qədər. Növbəti videoda görüşərik.